İnternetdən sifariş verməyi qoydum kənara. Hətta biz həkimlər, təbiblər onlayn şəkildə xəstə bizə telefonla yazdığında WhatsApp üzərindən belə resept yazılmasını tövsiyə etmirik. Çünki xəstəni mütləq şəkildə biz həkimlər xəstəni yox, xəstəyi müalicə edirik. Yəni, xəstə otağımıza girdiyi andan etibarən xəstənin müalicəsi başlayır. Yəni, xəstənin necə yeriyir, xəstənin yerişi necədir, xəstənin xarici görkəmi necədir, xəstədə hansı xəstəliklər var, xəstəyə toxunmaq lazımdır, yol müayinəmizi eləmək lazımdır, fiziki müayinə eləmək lazımdır və ondan sonra xəstədən individual olaraq analizlər və yaxud da instrumental müayinələr qərardır. Bütün bunlardan sonra biz diaqnoz qoyuruq. Bir də təsəvvür edirik ki, sadəcə onlayn üzərindən hər hansı bir dərman sifariş verilir. Bu dərmanlar nə ola bilər? Tərkibi saxta ola bilər, çünki tərkib haqqında məlumatımız yoxdur. Qəbul etdiyimiz dərmanın dozası artıq və yaxud da xəstəliyimizə uyğun olmayan aşağı dozada ola bilər və yaxud da istifadə edildiyimiz dərman bizim xəstəliyimizə uyğun olmayan bir dərman ola bilər. Ona görə mütləq şəkildə həkim müayinəsindən sonra dərman yazılmalıdır. Çünki biz xəstə gəldiyində birinci qaraciyərinə, böbrəyinə baxırıq, ona uyğun olaraq dərman yazırıq. Yəni xəstənin böbrəyi, qaraciyəri haqqında məlumat olmadan dərman yazdığımızda xəstədə böbrək qaraciyər çatışmazlığı yarana bilər.